Əbu Səid Əl-Xudri, Allah ondan razı olsun, sahabə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Sadiq, əmin tacir, Peyğəmbərlər, sıddıqlar, şəhidlərlə bərabərdir. Hədis Tirmizdə keçib, həsən hədisdir, yəni səhihdir. Sadiq, doğru danışan, əmin, etibarlı tacir, nəbilər, sıddıqlar, şəhidlərlə bərabərdir. Allahu Akbar. Gör, fəzilətə bax. Tacir da sıradan bir tacirdir. Amma sən onun əldə etdiyi mükafata bax. Gör, qiyamət gün kimlərlə bərabər olacaq. Yəni, insanın peyğəmbərlər, sıddıqlar, şəhidlərlə bərabər olması üçün nə lazımdır? Görə, elə bir əməllərin olmalıdır ki, düzdür mü, qardaş? Yəni, qiyamət günü onların zümrəsində həşr olması, onların bayrağı altında həşr olması, onlara qonşu olasan, gör, hansı əməl etməsi? Deməli, tacir insan, sadiq olmağı ilə, etibarlı, əmin, güvənil olmağı ilə gör, hansı bir fəzilətə, hansı bir mənzilə gəlib çatır. Nəbilər, sıddıqlar, şəhidlərlə bərabər. Ona görə ticarət etmək sənə asan gəlməsin, qardaş. Adam var, deyək ki, pulum var, ticarətə buraxacam. O pulu buraxmaqla iş bitmir. Sən ticarətində sadiq olasan, doğru olasan, malın eybini gizlədəcəksənmi, and içəcəksən malı satanda, təki mal əlində qalmasın, yalanlar, rığış, xəyanət, kəzib, nə qədər şeylər var ticarətdə, görürsən də. Bazarda ən çox məşhur nədir? Alış-veriş insanlarla, düzdür? O yerdə yalan, rığış, xəyanət baş verir, çox baş verir. Çünki insan mal satır, istəmir əlində qalsın. Nöqsənə varsa gizlədir. Yalandan and içir satmaq üçün. Və ona görə səbr etmək o anda bu mükafatın əldə olunmasına səbəbdir. Ona görə bu hədisin şərhində İbn Rəcəb, Allah ondan razı olsun, deyir ki, bu nəyə görə belə bir mükafat var? Nəbilərlə, sıddıqlarla, şəhidlərlə bərabər olmaq. Çünki deyir, ticarətdə deyir,ğışdır, yəni yalan danışmaq, xəyanət, yalan, aldatmaq baş verir. Çox gəlir insana, tacir insana. Və deyir, əgər deyir, nəfsini qoruyarsa, bütün bu şeylərdən, yalandan, aldatmaqdan, xəyanətdən, malın eybini gizlətməkdən, düzdürmü? Deyir, qoruyarsa, deyir, sadiq olarsa, əmin olarsa, insanların deyir, ən əfzəl olanı olar, ən hörmətlisi olar. Ona görə Həsən Əl-Basri, Allah ondan razı olsun, tabiin, gör nə deyir? Deyir ki, Həsən Əl-Basri, biz deyir, əmin, yəni etibarlı tacirləri Allahın övliya bəndələrindən hesab eləyərdik. Yəni, biz övliya kimə deyirik? Abid, salih, gecə gündüz ibadətdə, hə, qardaş? Sədəqəsi, zəkatı, həcci, ümrəsi, laf deyə kasıb da, amma ibadətləri çoxdur, gecə gündüz Allahı zikr edir, namazları, maşallah, gecə namazları, nafilə orucları, buna biz nə deyirik, qardaş? Buna biz deyirik övliya bəndə, düzdür, qardaşım? Allahdan qorxan qəlbi Allah sevgisi ilə, Allah qorxusu ilə, Allah təzimi ilə doludur. Buna biz nə deyirik, qardaşım? Övliya. Həsən Əl-Basri deyir ki, biz öz vaxtımızda əmin, etibarlı tacirləri övliya kimi baxardıq. Subhanallah. Onların zamanında artıq ticarətdə xəyanət baş verirdi. İnsanlar bir-birinə aldadırdılar. Malını satmaq üçün yalandan and içir. İş görür, yalandan and içir. Özünü də alladır, müştərini də alladır, şərikini də alladır, əgər şərikli iş görürsə. Və and içənlər var. Bugün ticarətdə and içmək görmürsə nə çox yayılır. Vallahi bu belə qiymət almış. Vallahi mal belədir. Vallahi billahi belədir. Qardaşım, and içmək olmaz. Xüsusən yalandan and içirsənsə, buna böyük bir əzab var. Görün, nə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Bir üç sinif insan var ki, Allah onların üzünə baxmaz, onları danışdırmaz, onları təmizə çıxartmaz və onları üçün şiddətli əzab vardır. Onlardan biri kimdir? Malını satmaq üçün yalandan and içər. Bir əsr vaxtı, orada misal kimi gətirir Allah Resulü, əsr vaxtı malını satışa bıraxır, malını satır və and içir ki, malı bu qiymət almışam, lakin dediyi kimi deyil. Qardaş, vallahi bu mal üstümə belə gəlib. Nə danışsan, bundan ucuz mal yox. Vallahi eləyəmirəm, bu üstümə bu qiymətə gəlib, satmaq olsun. Nə danışsan, qardaş, vallahi bu maldan yoxdur. Varsa bazarda get, mən alaram. Var da prost alladır, sadəcə olaraq alladırsan. Və maldan yoxsan yoxdur. Nə danışsan, qardaş, vallahi malda zərrə qədər yoxsan yox. Alladır. Xəyanət edir. Tək malı geçsə əlinə qalmaz. Biraz da rəqabət olsa, kimsə qonşuluqda eyni dükkanı açsa və s. Aləm dəydi bir-birinə. Onun malını pişirir. Ay, vallahi onun malı qardaş qeydirmə malıdır, Çin malıdır. Məndə türk malıdır. Özünki də türk deyil. Satmaq üçün and içir, yalandan and içir. Tək malı satılsın, pul gəlsin. Elə bilir ki, pul gələndə
Xeyir qazanır. Xeyir. Ona görə hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir and içmək üçün, yəni malı satanda and içmək, malın satışına rəvac versə də, lakin bərəkəti götürüb aparır. Ona görə alimlər deyirlər ki, malı satanda and içmə. Düzdür, başqa rivayətdə gəlib yalanla and içmək. Yalanla. Vallahi mal belədir, amma elə deyil. Vallahi mal falan yerdən almışam. Vallahi falan qiymət almışam. Təki satılsın. Bundan ucuz mal yoxdur. Vallahi billahi and için. Yalanlısa lap bu müsibət. Dedim o hədisdə şiddətli əzab var. Yalan deyilsə yenə and içmə qardaş. Ola bilər bərəkət gedər. Ona görə alimlər deyirlər ki, alış-verişdə and içmək doğru deyil. Ehtiyac olsa and içə bilərsən. Əgər zərurət varsa, doğrudan ehtiyac varsa, onda hə. Amma belə hər gələn gedən Allah doğru and da olsa çox atma andır qardaş ticarət. Lap düz deyirsən. Qardaş vallahi mal türk malı. Düz deyirsən, demirik yalan danış, amma and içmə. Ehtiyac olarsa and içə bilərsən. O da ehtiyac zərurət olarsa. Yoxsa elə hər satanda vallahi billahi türk malıdır. Vallahi billahi bu qiymət almışam. Doğru deyir ha. Belə də olmaz qardaşım, belə də olmaz. Birdən bərəkət gedər. Necə hədisdə keçir. Deyir, and içmək malın satılmasına rəvac versə də, lakin deyir, bərəkəti götürür. And içmə də qardaş. Ona görə bəzi insanlar elə bilir ki, satanda pul gəldi var. Elə bir şey xeyir budur. O xeyir deyil. Ola bilər sən milyonluq alış-veriş eləyərsən. Milyonluq mal satarsan, milyonluq gəlirin olar. Lakin bərəkət olmayandan o milyonun bir faydası var. Vallahi yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyib tüccarlar haqqında? Tacirlər haqqında. Deyib ki, tacirlər füccarlardır. Füccar nədir? Yəni facirlər. Tacirlər günahkarlardır, facirlərdir. Yalnız kimlərdən başqa? Allahdan qorxub, doğru danışıb, aldatmayanlardan başqa, yaxşı edənlərdən başqa. Deməli, tacirlərin çoxsu belə yalancı olur. Bir rivayətdə gəlir ki, tacirlər füccarlar olaraq diriləcəklər. Həşr olacaqlar. Nəyə görə? Yalandan mallarını satdıqlarına görə. Təbii ki, dediyim kimi, Allahdan qorxanlar, doğru danışanlar, aldatmayanlardan başqa. Demək, tacirlik asan iş deyil. Değil mi? Asan işdir. Pulum var, buraxacam, işləyəcəm. Yox. Pulu buraxdın, əsas sonrasıdır. Görün, malı satanda aldadasan, yoxsa yox. Əsas orasıdır. Malın eybini gizlədəsən, yoxsa yox. Nədir Allah Resulü sallallahu aleyhi ve sellem alış-veriş haqqında? Deyir, alan da satan da deyir, satış bitənə qədər ixtiyar sahiblərdir. Yəni, mən hələ ki alıb tutarmamışıqsa, sən istədiyin qiyməti deyə bilərsən, mən sala bilərəm və s. və l. Aldı, satdıq, dağılışdıq, tutardı, getdi. Düzdür, işimiz bitdi. Əgər Allahdan qorxsa, doğru danışsa, aldatmasa, Allah o ticarətə, alış-verişə bərəkət verəcək. Yox, əgər gizlətsələr, hərə özündə olan eybi gizlətsə, Allah da bərəkəti nə edəcək? Götürəcək. Ona görə şərt deyil ki, mən satdım, aha, gəlir əldə elədim. Yox. Gəlir əldə eləsən, dediyim kimi, bərəkət olmayacaq. Bax, milyonluq al-ver eləsən. Allah bərəkətə qaldıracaq. Sadiq olmaq lazımdır, etibarlı, əmin insanlardan olmaq lazımdır və o gündə, qiyamət gündə insana vallahi yalnız sadiqliyi fayda verəcək. Qal Allah, həzə yevmü yənfə'us sadiqinə sidquhum. Allah təala buyurur ki, bu gün, yəni qiyamət günü sadiqlərə sadiqlikləri fayda verəcəkdir. Sadiq olmaqları onlara fayda verəcək. Yalancının heç bir faydası yoxdur qiyamət günü. Fərqi yoxdur. İstəyir dində aldatsın insanları, istəyir alış-verişdə aldatsın və s. və ilaxır. İnsan Allahla sadiq olmalıdır. Müsəlman qardaşları ilə sadiq, əmin olmalıdır. Həmçinin ailəsində də sadiq, əmin olmalıdır. Ədalətli olmalıdır. Əgər ədalətli ola bilmirsənsə, özünü yükləmə qardaş. Yükləmə. Çətindir. Qiyamət günü yalancıların heç bir xeyri yoxdur. Mənfəəti yoxdur. Onlar necə tapa bilməyəcəklər. Allahı aldadanlar, bəndələri aldadanlar necə tapan deyirlər. Allahdan qorxmaq lazımdır. Sadiqlərdən, doğru danışanlardan, əmin, güvənir insanlardan olmaq lazımdır.